Bu videoda Azərbaycandakı ən ucuz abur-cuburların dadına baxacağam. İndi isə abur-cuburlarımızı almaq üçün marketə gedək. Burada ilk abur-cuburu Sadiq götürür, Cipsi sanıb kukuruz götürürük. Belə bir fıstıq tapdıq ki, endirimdədir 75 qəpik idi. Məncə 75 qəpiyə görə bu ucuzdur, bunu götürmək olar və aşağıda fanat bölməsi var. Uşaqlığımızda ən çox yediyimiz abur-cubur. Dostlar, ilk marketimizdən çıxdıq. Buradan cəmi 3 dənə abur-cubur ala bilmişik. Gedirik növbəti marketimizə. Bu dəfə daha ucuz bir yer tapmağa çalışacağıq. Və dostlar, supermarketdən çıxdıq. İndi belə bir marketə gəlmişik. Burada daha çox abur-cubur çeşidi var. Buradakı məhsullar daha ucuzdur bayaqçından. Belə bir jelibon kimi bir şey var. 40 qəpikdir dostlar. Məncə bunu almağa dəyər. Kruasan alırıq uşaqlar 60 qəpiyə. Görəsən dadı necə olacaq? 50 qəpiyə belə bir keks götürürəm. Səncə bunu götürək Sadiq? Bunu da götürdük. M&M's var uşaqlar. Özü bu çeşidindən birinci dəfədir görürəm. Qiyməti 60 qəpikdir. Məncə çox ucuzdur. Bunun da dadı çox maraqlıdır. 10 qəpiyə saqqızlar. Uşaqlığımızda ən çox çeynədiyimiz saqqızlar Love is saqqızı. Qəşəng bazarlıq elədi ya. Bu yumurta 1 manatdır dostlar. Bundan da götürək. İçindən görəsən nə oyuncaq çıxacaq və şokoladlı dadlı olacaqmı, olmayacaqmı? Dostlar, belə qəpik şokoladları var. Avro 20 qəpikdir. Bundan da atırıq çantaya. Snickers'in Senin kek adında bir versiyası var. Kek deyə bura. 20 qəpiyə burada Tofita var uşaqlar. Bir dənə də bundan götürürük. Sadiq 4 növ seçdim. Birini götür almalı. Bizim Sadiqlə ən sevdiyimiz abur-cubur jelibon. 30 qəpikdə bu böyüdür ya. 30 qəpiyə zordur zarafatsız. Ya bu qədər şey alırıq. Burada bəlkə 10 manat eləməyəcək də. Kat var dostlar. 80 qəpiyə məncə idealdır qiyməti. 1.50 falan gözləyirdim. 80 qəpikdir, zordur. 20 qəpiyə kukuruz dostlar. 20 qəpik məzələrsə sən 20 qəpiyə heç nə yox deyim də atıram. Və 20 qəpiyə suxarik. Biz bayaq fanatı 50 qəpiyə aldıq. 20 qəpiyə burada suxarik var. 60 qəpikdir. Mutlu bombadır. Abur-cubur deyəndə sok da almalıyıq əlbəttə ki. Birinci dəfə burada belə bir şey gördüm dostlar. Adı Hokkada ilk dəfə görürəm və 70 qəpikdir. Məncə bunun da qiyməti idealdır. Kolalı Hokka aldıq uşaqlar. 1 kilo abur-cubur aldıq. Görək bunun qiyməti nə qədər eləyəcək. Məncə 9 manat eləyəcək. 7 manat 30 qəpik elədi uşaqlar. 2 marketdən bu qədər abur-cubur aldıq və bu çox pasyak video olduğuna görə biz bunu gedib studiyada ya da evimizdə çəkmək istəmədik. Pasyak kimi oturub vallahi elə bildim yıxıldım. Əvvəl videoları çəkdiyimiz yerdə çəkirik dostlar. Özdə küləkli də hava. Xahiş edirəm abunə olun, like atın ki biz gözəl yerlərdə də video çəkək. Aralarında ən bahalı görsənən budur, amma cəmi 70 qəpikdir. Düzdür, endirimdə idi. Fıstıqdır, fıstıq. Ey fıstıq, abunə ol. Allah, içində yarıdan az deyil. Çox külək var. Yetim hiss eləyirəm. Burnum da tutulub. Bildiyimiz normal fıstıqdır. Amma duzu çox əladır. Bəzi fıstıqlarda az duz olur, bunda yaxşıdır. 10 üzərindən 8 puan verirəm. Duzlu fıstığı çox sevirəm. İndi şirin bir keks yeyək. Bu arada biz marketdə bum kekin başqa versiyasını götürmüşdük. Bunun içi daha xoşuma gəldi deyə bunu götürdüm. Çox qəşəng gəlirmi? İynə bir dənə bunu. İynə Sadiq. İynə. Yemə. Sadiq o qədər acıyıb ki, ağzı ilə yedi. Özü buna var içində çiyələk. Qardaşım, çaş çayımız olardı. Çox dadlıdır. Gəlin biraz da sok içək. Lili, uşaqlığımda mamam mənə qoymurdu içməyə, bu buzludur deyə. Və mən mamamın sözünə indi də çıxmayacağam. Lilini bura qoyuram. Ərisin, maması ona içəcəm. Mənə evdə döymə. Belə bir M&M's var və üstündə smiliklər var. Görək şariklərdən smilik çıxsa əgər, emoji çıxsa bəyənəcəm. Ala çıxmadı. Hər rəngdən qoyuram bura. Bura Allah bilir pişiyin tualeti deyə. Də o pişiyin tualetidir bax. Gəl otur burada. Və Sadiq birini fırlatdı. Baxım necədir? Heç tatlı deyil. Bu ən zəhləm gedən oldu. Keks 10 üzərindən 10'dur, bu 10 üzərindən 1. Qiymətinə görə puanlayırıq. Qiymətinə görə puanlayırıqsa 10 üzərindən 1. Belə bir oyuncaq yumurta çıxdı, Kinder yumurta. Çıxmadı, aldım. Aldım, çıxmadı. O, şokoladının dadına baxaq, görək şokoladı necədir. Mən deyirəm, çox pis olacaq. İçində dırnaq boyda şokolad qoyub. Allah, yox Allah. Çox qəşəng görsən uşaqlar. Sala, bu nədir? Belədir, buna bax. Nesquik var, səhər südə qatıb yediyimiz Nesquik. Ondan var idi üstündə 3-4 dənə. Qəşəngdir. Mənim bu videodan sonra dişlərim çürüyəcək. Görək oyuncağında nə çıxacaq. Çox qəşəng oyuncaq istəyir qardaşım. Cəmi 1 manat idi bu sürpriz yumurta. Bu nədir la? Soxdular yenə. Nəysə, bunu sonra düzəldəcəm dostlar. Bu yemək videosunda ac oturmuşuq burada 2 dənə pasyak. Oyuncaq videosu deyil. Çox külək var. Uçuram. Baxın, belə deyəndə külək məni aparır. Küləyin sürəti 45'dir. Otur indi aşağı. Kukuruzun buna bax, paketim partladı. Üstüme dağıldı. Külək o qədər sürətli ki, ağzımdan alarım var o yanlara. Çox dadlıdır, qiymətdə ucuzuydu. Mən niyə belə cic hərəkətlər eləyirəm? Küləkdir də elə bir nə olub ola? Məncə 10 üzərindən 7. Bunun dadına Sadiq də baxsın. Sadiq indi dadına baxır. Bunun qiymətinə görə... Yaxşı Sadiq, çox danışma. Sadiq zordursa başını yellə. Sadiq deyir ki, zordur. Və uşaqlığımızda ən çox yediyimiz suxarik fanat indi 50 qəpik idi, əvvəl 20 qəpik idi. Bir də 20 qəpiyə belə bir suxarik. Deməli, bu da hansısa uşaqların indiki uşaqlığınız. Nə yazılar varsın? Bir şey yoxlamaq istəyirəm. Mən bunu çıxardım, belə bıraxsam.
Dostlar buna bakın, sərpələnc bax. Ne geçen sıralar. Allah, abur cuburlarımız uçtu. Ayda abur cubur kloku yere düştü ve bu çalkalandı. Bunu açanda partlayacak. Neyse, axırıncı dəfə bu ikisinin müqayisəsini eləyirdik. Fanatın standart dadını bilirəm. Əvvəl atam bunu alırdı. Belə eləyirdi, hamısını bir dişləmə qutarırdı. Görün mən də elə eləyə biləcəm. Mən uşaq idim. Atam da cavan idi. İndi mən cavanam. Atam ama uşaq deyil. Yaş buran qoyum, atam döyər. Baxım görün bir dəfəyə qutara biləcəm. Mənim vaxtım yoxdur da. Bu soyuqda tumanıma qədər su oldum. Sok oldum. Sokun adı hokkadır. Mən də burada hokka çıxardıram. Oy da sok qəşəngdir. Kolalı jelibon var ha. Onun da adını verir. Sadiq sən də iç. Allah Sadiq, suxar ki nə vaxt fırlatdın? Yox, o qədər də dadlı deyil, amma pis də deyil. Mən burada gözləyirəm ki, Sadiq mənim videomu çəksin. Sadiq arxada fanatı basır gedir. Hələ onu alanda almaq istəmirdi ki, hamı bilir onun adını. Ona bax, hamısını özü yedi. Fanat 10 üzərindən 10'da əlbəttə ki, ən sevimli suxarikdir. Səncə 10 üzərindən? Yəqin ki 10 demək istəyir. Dəli zat deyil, narahat olmayın, Sadiq dəli deyil. 20 qəpikli suxarikimiz analı. Hə, bura uçub bura. Qorxdum ya, 20 qəpik pul vermişik, itməsin. Bunun qorxuram, dadı pis olar, bir-bir götürəcəm. Çox pisdir, çox pisdir. Bu arada Coca-Cola'ya 10 üzərindən 9 verirəm. Sadiq gör, fanat dadlıdır. Ya bu, məncə fanat daha dadlıdır. Dadına baxma ehtiyacı fanat. Oturun, birimiz burada, birimiz burada. İzləyicilərimiz gəldi məndən şəkil çəkdirməyə, ver çəkim. Öpürəm. Gözə bir dənə abur cubur açırıq, onun dadına bir yerdə baxacağıq. Bu kukuruzun dadına bir yerdə baxacağım izləyicilərlə. Buyur Rəhim, götür. Sən də götür. 10 üzərindən neçə versən? 9. Səncə 10 üzərindən neçə? 8. 8. Bir dənə mən də dadına baxım, gözləyin. Çox dadlıdır, 10 üzərindən 9'dur məncə də. Alın, bu sizdə qalsın. Bir də gözlə. Bu da dad. Ay da dağıldım Sadiq. Nəysə uşaqlar, öpürəm sizi. Dağıldı. Canımsız, sağ olun. Dostlar, bunları yerdən yığırıq çünki yerə bax, yer tərtəmiz oldu. Yerdəki hər şeyi yığdım, atdım bu içinə. Verəcəm Sadiq evə gedəndə aparsın, evdə yeyər. Yeri də zibilləmirik, həm də bərəkətli deyə yerdə qalmasın. Və burada 2 dənə belə qızılı saqqız aldım. Saqqız yox, şokolad konfetdir. 2 avrodur, 2 avro. Qardaşım. Allah Sadiq, qardaşın ölməyib ki, sən kasıb qalasan. Allah Sadiq, utanma, xərcləyərsən. Qardaşın ölməyib belə. Bundan nənəm həmişə mənə gətirirdi. İlk dəfədir bunu özüm üçün almışam da. Həmişə nənəm verir mənə. Özü çox verir, 10 dənə, 20 dənə zad verir. Gözə gəl. Uşaqlıqda dadı çox qəşəng idi. Pul görsənirdim də, avro yeyirdim. İndi öz elə bilirdim nənəm varlığını 2 avroya alır bunları. Sən demə 20 qəpikdir ya 10 qəpik idi. Normal şokoladdır. Qiymətinə görə, qablaşdırmasına görə 10 üzərindən 8 verirəm. Məncə Lili artıq əridim, amma bax Lili əriyib mama. Bu asla Sadiq. Hər nə zibil olur Sadiq, hər nə zibil olur Sadiq. Ona bax, canavar öz ovunu parçalayırdı. Əslində buna Sadiqin ağzı dəydi. Mən biraz pis oldum. Mən çox gigiyenik bir insan olaraq, çox təmizkar, səliqəli bir insan olaraq mən başqasının ağzı dəyən şeyi mən bu Lilinin dadının qarşısında sadəcə soyuna bilərəm. Bir dənə belə ən uzun jelibon qalıb, onun dadına baxaq. Aça bilsəm dadına baxacam. Ayda. Əlimdən bir iş gəlmir ki mənim. Allah Sadiq. Bezdim ya Allah'ın olsun, bezdim. Birinci sən bax dadına. Oyda nə qəşəng görsənir. 8. Sadiq 10 üzərindən 8 verib mənə papalaca şey saxladı. Utandırdı nə mənə Sadiq laf bu boyda saxladı. O qədər dadlı deyil, 10 üzərindən 6. Hə, sonradan dadı yaxşı oldu bu arada. Mağazalardan çıxandan sonra gördük ki, cips almamışıq. Sadiq əmi sağ olsun mənə 1 manata belə qırmızı cipslərdən aldı. Baxın bir dənə dadına. Nəmlənib hala bu. Heç qırç-qırç eləmir, uşaqlar, yam-yaşdır bu. Allah. Sadiq bir də mənə heç nə alma, nə olar. Bir dənə belə Tofita saqqızı var. Konfetdən, saqqız kimi də çeynirsən. Allah, bu yapışıb kağızı buna. Kağızına bax, kağızına elə yapışdırıblar. Daş kimi deyə qardaşım. Bu neçə ildir qalıb ala orada. Hələ ki videoda çıxan ən pis oydu da 10 üzərindən 0. Sadiqin aldığı cipsi də 10 üzərindən 1. Belə bir sasiska jelibondur, sasiskadır. Hot dog. Sadiqcə başa düşür ki, məndən atsan zibil olmaz, özü atsın. Elə bir çörək bölürsən. Sadiq deyir ki, baxma dadına, çox pisdir. Qardaşım, bu şpaflovkadır ya. Çox pisdir, çox pisdir, çox. Elə yaxşı şeyləri əvvəldə yediyə. Bomba. Mutlu bomba. Bomba koy. Bomba çıxdı, koy. Sadiq jelibonumuzun qabını qurtardı. Bir də dostlar burnum akabilir, soyuqdur deyə day səmimi də bizə eybi yoxdur. İçindən şokoladın belə partlamağı gözləyirəm bax. Bu dadlıydı, 10 üzərindən 8. Asini persin kepsi. Özüm üçün bomboş hiss edirəm. Burnum da axır. Burnum axır, burnuma baxmayın uşaqlar. Yaxınlaşdırma Sadiq burnumu.
Bilmirəm axı. Əslində bu fərqli keks dadı. Normal keks dadı gəlmir. Snickers keks dadı gəlir əslində. Üstündəki şokolad kaplaması elə bil ki, Snickersin şokoladı. Bu dadlıdır. Onun üzərindən getdi. Kat var, kat tat. Hə. Qəşəng adı var. Bu çox qəşəng olacaq məncə. Özdə qablaşdırması da əladır. Amma 80 qəpikdir bu, hə. 80 qəpiyə qardaşım bu ucuz deyil ki, bu bahalıdır biz almışıq ha. Al iyi. 10 üzərindən 10'da amma qiymətini ucuz deyil o. Onu səhvən almışıq elə bil. Onda 60 qəpik olsa məncə yaxşıdır. Məncə 50 qəpik olsa daha yaxşı olar. Sonlara yaxınlaşırıq, hətta sondayıq ucu. Bir dənə balaca saqqızımız qalıb, laviz, bir dənə də kruasanımız qalıb. Kruasan normalda 1 manat 50 qəpik zad olur da. Kruasan 50 qəpik idi deyəsən ya da 60 qəpik idi. Ortasından baxacam dadına. Az şokolad var, yəni gözlədiyim kimidir də yəni. Allah, mədəm ağırdır. Mən bu şokolad deyil ha içində. Çox pis dadı var. Donuram burada. Saqqızı açıram, saqqızı. Saqqıza baxım. Elə bu qədər şey yedim, ağzımdan iyi gəlir yəqin ki. Saqqızı atdım, hemen evimə gedirəm. Ay, saqqızın şəkli hanı? İngiliscə şeylər yazıb, bilməm, bir dənə qızla oğlan qayıqda gəzirlər. Belə videoların daha çox gəlmək üçün like atın. Biz bir dənə də mağaza tapdıq bu arada. Bunları alandan sonra. O mağaza daha ucuz şeylər var idi. Dediyi ayda gərək bunları almazdıq. Amma o videonu da çəkə bilərik. Bu videoya 5000 like gəlsə o videonu çəkəcəm. Like atın, abunə olun. 18 gündə hər gün video atıram deyə hər yolda zat hər yerdə video çəkirəm. Sağ olun.